Salam, hər kəsə salam gözəl xanımlar. Bugünkü iki qarışımdan olan möhtəşəm bərpa edici maskanı sizə tövsiyə edəcəm. Baxın, məndə Elsi firmasının balzamıdır. Bu iki qarışım, bir də alma sirkəsi. Bu iki qarışımdan möhtəşəm bir nəticəni əldə etmək üçün bu maskanı mütləq edin. Və mənə dua edəcəksiniz. Möhtəşəm bir qarışımdır. Deməli, saçlarınız əgər uzundursa, qısadırsa, o baxır qarışımın miqdarına. Məndə məsəl üçün 2 xörək qaşığı balzama, 2 xörək qaşığı alma sirkəsi əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Alma sirkəsini bütün marketlərdən əldə edə bilərsiniz. Baxın, Elsi firmasının balzamıdır. Yenə gerçək tərkibli balzamdır. Saçları möhtəşəm bərpa edən bir balzamdır. 2 xörək qaşığı balzama, 2 xörək qaşığı alma sirkəsi əlavə edirəm. Saçlarınız əgər uzun, qalındırsa 3 xörək qaşığı, 4 xörək qaşığı da edə bilərsiniz. Əlavə edirəm bu balzamın üstünə 2 xörək qaşığı alma sirkəsi, yaxşı-yaxşı qarışdırıram. Qarışdırandan sonra yuyulmuş təmiz saçlarınızın ətəyinə, nəmli saçların ətəyinə çəkirsiniz, yedirdirsiniz saçınıza. Və bir 10 dəqiqə saxlayırsınız saçınızda. 10 dəqiqə saxlayandan sonra yuyursunuz. Yuyandan sonra möhtəşəm bir nəticəni özünüz öz gözlərinizə şahid olacaqsınız. Bu qarışımı həftədə 2 dəfə, 3 dəfə edə bilərsiniz. Hələlik gözəl xanımlar.